Mən sağalma yoluna gəlməmişdən qabaq mənim də məhkum olma həyatım olmuşdu bir neçə dəfə. Mən həbsdə olan müddətdə demək olardı ki, ora gələndə fiziki ağrım olmurdu. Haralardansa çıxıb vəziyyətdən elə gəlirdim də, yəni mən ora. Narkotik olurdu, mən hamısından da istifadə edirdim. Yəni elə bir gün yox idi ki, orada narkotik olsun və yaxud narkotik eləmək imkanı olsun, mən ondan atqaz edeyim. Amma mən burada indi baxıram Rəhmana. Rəhman çünki bizim mərkəzdən həbsxana həyatı yaşadı və həbsxana həyatı yaşayan müddətdə də narkotik eləmədi və gəldi ayıq vəziyyətdə də yenə də başladı bizdə prosesi davam eləməyə. Mən buradan Rəhman bir öndə gedəni kimi baxıram, fəxr edirəm Rəhmanla. Yəni Rəhman sənə halal olsun qardaşım, doğrudan da çox sağ ol, Allah köməyin olsun. Mən onu deyə bilərəm ki, yəni heç bir oğlanın bacarmadığını sən bacarmısan. Burada da niyə? Çünki sən bu mərkəzdən alınışın var idi, yəni bu proqramdan nələrsə götürmüşdün, sən çıxdın, sən buranın xeyrini gördün, ona görə də buradan aralaşmadın. Belə də yoluna davam elə qardaşım. Yəni sənə uğurların bol olsun. Hər vaxtda da sənin yanındayıq. Sağ ol. Allah razı olsun. Sağ ol.